Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyəti müştərisinə qarşı Göyçay rayon məhkəməsində mülki iddia qaldırıb. Yurt medianın əldə etdiyi məlumata görə, bank müştərisi olan Göyçay rayon sakini Azər Bayramovun ad və soyad şərtidir. 4967 manat kredit borcunun ödənilməsi ilə bağlı məhkəməyə müraciət edib. İş üzrə izahat verən borclu bildirib ki, banka olan borcunu ödəməkdən boyun qaçırmır, lakin aylıq qazancı 400 manat civarındadır və maddi imkanı olmadığından borcunu ödəyə bilməyib. Azərbaycan Beynəlxalq Bankının nümayəndəsi isə qeyd edib ki, Göyçay rayon notariat ofisi tərəfindən verilmiş icra qeydinə əsasən borclu olan şəxs ümumilikdə 4967 manat 32 qəpik borcundan aylıq çox az məbləğlərin ödənilməsi, yəni 15-20 manat ödəmək istəməsi bankı qane etmir. Nümayəndə Azər Bayramov barəsində qanuni tədbirlər görülməsini xahiş edib. Göyçay rayon məhkəməsinin qərarı ilə banka borclu olan şəxs məhkəmə qətnaməsini icra etməkdən yayındığı üçün 8 gün müddətinə inzibati qaydada həbs edilib.